Herkese salam. İndi belə bir şifrəyə baxaq. Partiya verilib, qarşısında göstərir ki, partiya sözü yeni sözə necə dəyişdi. Sonra deyir ki, onu da sifariş sözünə görə dəyiş. Burada 4 cür variant verilib. 2-1, 2-1 götürürük. O da nəyə görə? Fikir verin, partiya sözünün 2 dənə A hərfi var. Yəni burada A hərflərinin yerinə görə 2 cür qaydadan baxırıq. Yəni necə? Birinci partiya sözün nömrələyək. 7 hərfli və bu 7 hərfli söz digər tərəfə necə dəyişir? Birinci A-nı 2-yə görə götürsəm, yəni Y-mızı bilirik ki 6-ya bərabərdir, 3-dür. A-nı burada 2 dənə A vardır. Biri 2-də, biri 7-də. Birinci 2-yə görə götürürəm. Ona görə 2 yazıram. Sonra yenə T-mız 4-dür, I-miz 5-dir. P-mız 1-dir, A-mız isə ikinci A-mız 7-dir. Bu bir variantdır. Sonra nə edirəm? A-la, yəni 2 ilə 7-nin yerini dəyişirəm. Eyni şey yazıram. Yenə 6, 3, bu dəfə 7, 4, 5, 1, 2. Eyni yerləri dəyişdim. İndi sifariş sözünü eyni qaydadan dəyişirəm. Yəni 1, 2, 3, 4, 5, 6, 7. Birinci olmalıdır 6, 3, 2, 4, 5, 1, 7. Birinci buna görə tapaq. 6-cı hərf İ'dir. 3-cü hərf F'dir. 2-ci hərf İ'dir. 4-cü hərfimiz A'dır. 5-ci hərfimiz deməli 5 R-dır. Birinci hərfimiz S-dır. 7-ci hərfimiz Ş-dır. Bu birinci oldu. İndi keçirəm ikinci. Buna görə dəyişirəm. Yəni 6, 3, 7, 4, 5, 1, 2. 6-mız İ'dir. 3-ümüz F'dir. 7 Ş'dır, 4 A'dır, 5 R'dır, 1 S'dır, 2 də İ'dir. İndi baxırıq bu iki variant hansında var? İ, F, İ. İ, F, İ. Deməli bununla bu gedir. İ, F, İ, A, yəni 1. Cavabımızın biri 1'dir və keçirəm ikinciyə. Yəni bu sözü tapmağa. İ, F, Ş. İ, F, Ş olanda 2'dir. Deməli cavabımız olur 1 və 2. Videoya baxırsınız, nəyə başa düşməsəz yazırsınız.